Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin yanvarın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Hazırda minimum əmək haqqının yaşayış xərclərini tam qarşılamadığı barədə fikirlər səsləndirilir. Bu baxımdan minimum maaşa ildə ən azı bir dəfə baxılması real vəziyyəti dəyişə biləcəkmi? İl ərzində minimum əmək haqqının bir neçə dəfə artırılması mümkündürmü? Global.info.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, təklif olunan dəyişiklik o deməkdir ki, minimum əmək haqqı artıq formal olaraq uzun müddət toxunulmaz qalmayacaq. Dövlət onu ildə ən azı bir dəfə mütləq gündəmə gətirib qiymətləndirməli olacaq. Bu, avtomatik artım demək deyil, sadəcə olaraq inflyasiya, yaşayış minimumu, əmək bazarındakı vəziyyət və büdcə imkanları nəzərə alınmaqla məbləğin yetərli olub-olmaması rəsmi şəkildə dəyərləndiriləcək. Minimum maaşın kifayət etmədiyi şəraitdə bu mexanizm artım üçün hüquqi və institusional əsas yaradır. Yəni qiymətlərin artdığı, alıcılıq qabiliyyətinin azaldığı dövrlərdə minimum əmək haqqının uzun müddət dəyişməz qalmasının qarşısı alınmış olur. İqtisadçının fikrincə, qanunda ildə bir dəfədən az olmayaraq ifadəsinin işlədilməsi vacib məqamdır. Zərurət yaranarsa, məsələn, inflyasiya sürətlə artarsa və ya sosial-iqtisadi şərait kəskin dəyişərsə, il ərzində bir neçə dəfə də artım olunması mümkündür. Bunun üçün ayrıca qərar qəbul olunmalıdır. Praktikada isə adətən minimum əmək haqqına ildə bir dəfə baxılması gözlənilir. Bir neçə dəfə artım daha çox fövqəladə iqtisadi şəraitdə və ya ciddi qiymət artımları vaxtı baş verə bilər. Əlavə edək ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manatdır.